şey var, ne istəsən. Kafeler de çok qəşəng güzellikler ha. Şey iyi geldi ki bu. Hele değilsen buralarda. Geldik çatdıq Xankəndinə. Çox qəşəng havası var bugün. Həm istidir, həm də sərin. Həqiqətən də insan tarixi haqqında çox şey danışmaq istəyir, amma təəssüflər olsun ki, tarix haqqında danışmaq yalnız kədərli xatirələri danışmaq olar, kədərli tarixi danışmaq olar və bugün heç də bu haqda danışmaq istəmirəm. Ona görə yalnız susaraq çəkməyə üstünlük verirəm. Çünki illərlə, 30 il ərzində tarix haqqında danışılıb, kədərli, ürəyə xoş olmayan tarix haqqında danışılıb. Amma bugünkü gündə tarix haqqında danışmayacağım. Çünki artıq istəmirəm, yəni qəmli notlara, qəmli hekayələrə yer vermək. Amma bura çox təəssüflər olsun ki, belə yerlərə gəlib də buranın hər qarşında o tarixi görməmək mümkün deyil və çalışdığım qədər onları düşünməməyə çalışıram. Amma nə qədər alınırsa artıq. Rahat marketdir zaten. Şəhərdən heç seçilmir. Bakıdan yəni heç demək olar ki, yad qalmırsan. Hər bir şey var, hər bir şey. Marketləri, ondan sonra mağazaları, yəni yüksək səviyyədə bankları, nə bilim, hər bir şey var. Kafelər, restoranlar. Sən nə danışa bilərsən Xankəndi ilə bağlı, nə deyə bilərsən? Bəyəndin buranı? Çox qəşəngdir o. Yəni dəfələrlə gəlsən, həm böyük şəhərdir, həm də gəzilməlidir. Sıxılmaq olmaz yəni. Burada Qarabağın stadionu var. Qarabağ futbol klubunun stadionu var. Gəldik burada Qoçet restoranına. Şuşada da olanda Qoçetə getmişdik. İndi də buradakı filialına baxaq. Əslində çox acıq deyə, yəni hara gəldik, girib oturmaq istəyirik. Oturaq, biraz sonra yenə geri dönəcəm. Bu börek. Ben. Börek seçiyorum. Ben. Neden artıq? De görək, nə deyə bilərsən bizə? Nə haqqında? Xankəndində xoşuna gəldimi buralar? Çox qəşəng. Çox qəşəngdir. Havası Nə necədir? olmuşam bura? Burada, amma gəzməmişəm. Parkı zadı gəzməmişəm. O paxlı ağacları çox qəşəng. Böyük, elə bir Qəbələdəsən. Amma ağacları biraz azdır Qəbələdə. Qəbələ kimi böyük ağacları var. Təbiəti çox qəşəngdir. İyi seyirsən, rütubət edir. O qədər ağac zadı var ki, su rütubət. Qalırsan burada? İmkan olsa, İmkan olsa. nə fürsət olsa. İkinci dəfədir gəlsən, üçüncü dəfə. Üçüncü dəfədir gəlir. Maşallah. Herkesin akşamı xeyirli olsun. Və gözəl bir yerləri gəzirik
Xankəndi'dəyik gördüyünüz kimi. Zəfər Parkında axşam gəlmişik. Çünki səhərdən gəlib yorulmuşuq. Biraz dincəldik və çıxdıq. Şəhər demək olar ki, gecə vaxtı da çox gözəl görsənir. Və sizə parkı göstərim. Burada güllərə baxın. Sen seçtin. Qəribə deyil. Bura qəribə deyil. Aşağıdan baxanda elə bilirsən ki, aşağı düşürsən. Sonra qalxırsan yuxarı görürsən ki, yuxarı qalxdırmaq. Hansı aşağıdan görürsən? Məsələn, oradan görürsən ki, məsələn, aşağı düşürsən. Burada gəlsən, görürsən, dırmaşırsan. Oradan pləkanlar var. Düzdə var, pləkanlar da var. Getdik. Burada isə bir hansı nə vaxt alınıbsa onların tarixi qeyd olunub. ...44 gün ərzində davam edən hər gün baş verən hadisələr burada tarixi ilə qeyd olunub. Çox maraqlı düşünülüb. Zəngilan şəhəri. Və burada yazılar daha da artır. Bu deməkdir ki, bir gündə bir neçə şəhər birdən alındı və onlar daha uzun yazılardan əks olunub. Və gəlib çatdıq. Şuşa şəhəri 8-11-ci ay 2020-ci il. Gözlə. Ağdam şəhəri, Kəlbəcər. Laçın Laçın öz də hava elədi ki, tərləmək olur. və Xankəndi. Bu nədir? The foundation of the Victory Park was laid by İlham Əliyev, the President of the Republic of Azerbaijan. Ha, burada Azərbaycancası da var. Zəfər Parkının təməlinin qoyulması ilə bağlı məlumat qeyd olunub. Qəşəngdir, məncə bir neçə ilə ümumiyyətlə vəbşə inkişaf eləsə çox öndə gedən şəhərlərdən biri olacaq. Hətta Bakıdan hara gedək deyəndə mən deyərdim ki, Gəncə əlbəttə ki, hər bir şey var, amma bu daha da möhtəşəmdir.
Möhtəşəm mənzərə var əslində, çox əzəmətli, gözəl cəmi, tağ kimi, zəfər tağı əsli. Gəlmişik deməli hara? Adını heç bilmirik. Xankəndi. Qədim Xankəndi Xankəndi. şəhərinə qədim Xankəndi. Bura bir yerdir. Orada nehrə yağır gəlirlər. Sonra çarxalı, neçə saat çarxalıydı nehrə. Elə yoldan keçirdik, baxdıq ki, kebab iyi gəlir, dedik girək bura. Ürəyimizi vurdu, keçdik. İndi seç görək nə yemək istəsən. Bayaq nə dedin gedər? Maça? Neçə şirəli zanımı? Axşam vaxtı şirəli dana. Quzu maçı istəyir. Yeyib içəndir ya. Kefli biçə bilsən nədir? Toyuq, şey, Turşunun cücə. içində pişirilir, toyuq. Yox, sosuz da pişirilir. Beçə Beçə şeydir də, cücə. Belə Balaca. köftədirlər, değil mi? Bursa şey eləyirlər, biraz ona elə bir içki zad verirlər, keflənir. Şeydə, pivə. Nə yeyirik? Seç görək. Sən nə istəyirsən? Mən fərq yoxdur, mən olsun deyirəm. Mən nə bilim. Elə ağır yemək istəmirəm. Şirəli quzu maçası yeyə bilərsən. Axşam vaxtı. Qaymaqlı canatı verəcək. Davud bəy, nə demək istəyirsiniz yemək haqqında? Razı qaldınız? Nədən razı qaldınız? Nədən? Ümumi pis deyildi. Şirəli danası belə. O deyil. Bu heç gəlmir. Mən bəyənmədim. Bəyənmədi. Yəni degustator Mən kebabları qəşəng. Mən qoçet daha qəşəng. qoçət qəşəng idi. Hə, qoçəti bəyəndi. Qoçet daha qəşəng. Onu daha çox bəyəndi. Niye qəşəng idi? O mən süzünü yürüyür. Nədir, şey bəyənmədim. İskəndər. İskəndər. Şirəli çox qəşəng. Kebablar məsələn çox qəşəng. Mən börək məsələn təkcə mənim yemədiyim kebab. Mən orada yedim. Ha, biz olmuşuq Dadı Moskvada burada. içirəm. Qəlbə dadı var onun. Gəlmədi. Bəyənib də indi. Nə deyə bilərik? Degustatorumuz bəyəndi. Bu şimdi bu psikolojik bu yılanlar akşam yiyip bu da ardı seviye mi yapalım ki bu da ardı öyle. Çünkü vakitleri aldı kalır bizden de şimdi. Böyle gibi gelip çımcık oluyor. Da atıştırın aklımı. Bir de arı olsaydı ben bunu oynardım. Ben gerek gitme o çımcıklamadan. Ne hep salacağım burada. Yalanlar böyle öyle. Ya Allah bak o böyle. Çok razı kaldım bugünkü yemeğimizden. Dalmış görerek. Neyi beğendin daha çok? Çıkalaşılmaz. Elə şey oldu. Yedi şişti özel. Nasıl olur? Merdekanda bağ yerinde. İnşallah keylə. Sağ ol. Çöldə Kaldı qalıb. Söyləmədim. İnşallah kimsə bir sağ Sizin sabah xeyirli olsun. Bugün gəlmişik Xankəndində gözəl bir yerə. Səhər yeməyinə gəlmişik. Həqiqətən də çox qəşəngdir. İndi göstərəcəm sizə buraları. Həm yeməkləri də dadlıdır. Yəni zövq ala biləcəyiniz bir yerdir. Göstərim sizə. Belə göstərim ki. Belə kabinetləri var. Buradan da belə bir çay axır. Şəlalə. Şəlalənin suyu da gəlir.
Həqiqətən də çox gözəldir, həm mənzərəlidir. Burada aşağıda yerlər də şüşədir hər yerdə. Yaxşı ki, bunu salıblar, yoxsa çox qorxuludur. Otaqlarda da eyni qaydadadır. Şah əsəri adlanır. Bu arada yadımdan çıxmamışkən deyim. Bura yolumuz düşəndə, yəni mütləq gələcəyimiz bir yerdir. Biz bunu sonradan kəşf elədik. Əslində bura gələndə biz deməli bir neçə yerə baxmışdıq qalmaq üçün. Burada otaqlar da var, çox qəşəng otaqlardır. Bura qabağımıza çıxmadı internetdə. Amma gələndən sonra axtardıq, gördük ki, belə bir yer var. Biz bunu səhər yeməyi üçün daha çox baxdıq. Sonra gördük ki, otaqlar da var və otaqların qiyməti də yəni çox münasibdir də, dəhşət münasib qiymətədir. Sadəcə yer yox idi. Biz istədik oteli dəyişək, bura gələk, amma yer yox idi. Çox qəşəngdir, çox nə bilim, yəni Xankəndində belə gözəl bir yer. Türkiyə, nə bilim, başqa bir yerə, başqa bir ölkəyə getməyinə dəyməz də. Yəni Türkiyədə də olmuşam, belə bir eyni bunun kimi bir yer var. Bir dənə Koçelisi çatmır yəni ortada. O da ki, yəqin ki, bura uyğun deyil deyənə düzəltməyiblər. Belə burada artıq bitir. Çox mənzərə və ay, burada nə qəşəng görsənir. Mənzərə sadəcə möhtəşəmdir. Yeməkləri də çox dadlıdır, çox bəyəndik. Və otaqlarını sizə göstərim də. Hər bir otaq bu gölə tərəf baxır. Yəni suya baxır. Nədir? Barın suda tökülür. Gölün qəşəngdir. Bəyəndin buranı? Kəş burada qalsaydıq, hə? Çox qəşəngdir. Baxın, belə otaqları var. Bir çox otaqları sırf belə şüşəlidir. Otaqların demək olar ki, hamısı doludur. Demək olar yox, həqiqətən də doludur. Biz buradan yer soruşduq ki, bizə versinlər, amma dedilər ki, doludur. Dolu olmasaydı mən sizə göstərərdim. Baxın, belə kabinetləri var. Bunlar yemək üçün restoranlarıdır. Orada böyük bir zal var. Havuz var. Oraları da indi çəkəcəm sizin üçün. Çox qəşəngdir. Həqiqətən də baxın. Yerlərindən belə hamısından su görsənir. Bir də o tərəflərə də baxaq. Burada belə möhtəşəm bir yerlərin düzəldilməsi həqiqətən də təqdirə layiqdir. Bura göstərim indi sizə. Görün nə dərəcədə zövqlü düzəldilib. Buradan da otaqları var. Kabinetlərdir. Belə çox geniş bir ərazidədir. Uşaqlar üçün orada oyun yeri var. Çok qəşəng. Çox qəşəngdir, xoşuma gəldi. İşte burada da var. Bura nədir? Burada uşaqların əylənməsi üçün Şaheseri de burada. Şaheserinin uşaqlar üçün eğlenme. şaheseri kids, yəni uşaqlar üçün əylənmə yeri zonası. Biz ama şaheseri bakın.
Belə VIP kabinetləri də var, yəni qrup şəklində gəlirsinizsə, Ad gününüzdə tədbir eləmək istəyirsiniz hər bir şey üçün. Ha, çay o tərəflərdən gəlir. Orada katamaran var. Yəni. Bura artıq sonudur, çıxışıdır. Yəqin ki, buranı da sonradan təmir eləyib böyüdərlər. Çünki həqiqətən də çox gözəl mənzərəli bir yerdir. Buna ses verir. Hə? Zzzırlı. Ses verir. Ha, eşitdin? Qurtdu nədir? Nə bilim? Oradan gəlir o. Nə bilim? Arkada vardı. Qurtdu nədir öyle ses çıkartır. Bilen yorumlara yazardı. Buradan çox qəribə bir səs gəldi. Ha, bilənlər yorumlarda qeyd etsinlər, görək o nə qurtudu ola bilər. Gəl VIP-ni də çəkək. Birdən gəlmək istəyən olsa, qoy görsünlər ki, geniş kabinetləri var. Həm qışda, həm yayda çox qəşəngdir də burada. Baxın. Buradan da böyük bir qapısı var. Belə açılır. Dincəlmək üçün. Katamaranları yəqin ki, hələ istifadə eləmirlər. İstifadə eləmək olar. Mesela yeri salsın. Orada biraz daşlar var, ola bilər ona görə qoymurlar hələ. Gəl gedək bir dənə o şey Riverside yazılıb orada baxaq. Ve sen havuzu zaten var. Ha, gedək havuzuna da baxaq. Çox bəyəndim. Hər gün yəni bu mənzərəyə oyanmaq möhtəşəm bir şeydir. Həm havası gözəldir, həm təbiəti gözəldir. Yeməklərində də söz ola bilməz. Biz səhər yeməyi yedik. Hər bir şey təbii, hər bir şey gözəl, dadlı. Bəyəndik yəni. Bura gəldiyimizdən ikinci yerdir ki, bəyənirik. Gedək ora. Topuş əllərin yuyur. De mənə. Sərinlədin? Neyse çaydan geldi. Çox sərindir. Ya bırak çay. Gedək havuza bir dənə çəkək. Görək burada nə var? Swimming pool yazılıb. Aa, oradan üzüz elə bir ki görürəm havuzu. İçərdən görsənir. Özdə içərdən də buradan şişədən də görünür çöl. Çok güzel. Baxın belə. Yəni bu buradan da çəkir. Ayaqqabı ilə çox içəri getmirəm. Otelin havuzu, burada lijankaları, ondan sonra baxıl giyinmək üçün dəsmallar, açgilər də var, hətta sual bitmək üçün. Görsən nə gedək ki? İndi buram bağlı. Mən bağlayayım. Şey değil ki. Ülkemizde VUF 13 geçirilir. Qeyd ki, MES bu tədbir Xankəndinin mərkəzində belə bir tədbir keçirdirlər. Məskunlaşma proqramı. Ümumdünya Şəhər Salma Forumu ilə bağlı. Təşkil olunub.
Əminəm ki, yarmarka siz də təşkil ediblər. şəhər sağ- Diqqətiniz üçün təşəkkür etmək istəyirəm. Bu turnir festivallarımız Tam fıra mı? Tam yok. Ha. Yere kalan kısımlarda arasında şey kalan kısımlar yere düştü. Bence bu uygun olacak onlardan. Hazırsınız? 3, 2, 1. Bravo, teşekkürler. Süper. Tabii ki devam edelim. Hürmetli valideyim, çok başlayık övladımız burada. Çok başlayık yakınlaşıp götürsün seninle arkasına yakınlaşın. Yakınlaşalım. Validemde gösterin gelsin, güzel övladımızı, kız övladımızı götürsün. Çok başlayık, yakınlaşın bize. Teşekkürler. Bana versin. Tamam değerli dostlar. Hocam. O zaman bu da sizde. Uduzdun tapış. Uduzdun. Sen orada çekili vermemiş. Gelen